Gəncədə ictimai nəqliyyatda xoşagəlməz hadisənin baş verdiyi iddia edilir. Gəncə Xəbəraza daxil olan məlumata görə hadisə fevralın 28-i saat 15:00 radələrində şəhərin Məsəti qəsəbəsində qeydə alınıb. Belə ki, 1976-cı il təvəllüdlü 2-ci qrup əlil epilepsiya xəstəsi Məryəm Xanbaba qızı Quliyeva 11 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusa minib. İddialara əsasən həmin vaxt güclü yağış yağdığından qadın avtobusun orta qapısına daha yaxın olduğu üçün nəqliyyat vasitəsinə oradan daxil olub. Bildirilir ki, o avtobusa minən kimi validatora yaxınlaşaraq ödəniş edib. Lakin sürücü buna irad bildirərək ödəniş edilməsinə baxmayaraq sərnişindən avtobusdan düşməsini tələb edib. Şikayətçinin sözlərinə görə mübahisədən yayınmaq üçün o kənara çəkilərək əyləşsə də sürücü yol boyu ona qarşı təhqiramiz ifadələr işlədib. Həmçinin iddia olunur ki, qadın daha sonra ön qapıdan minərək ödənişi təkrarlasa da sürücünün nalayiq sözlərinə yenə tuş gəlib. Məlumata görə bir müddət sonra sürücü avtobusu yolun hərəkət hissəsində saxlayaraq telefon zəngləri edib və təxminən 10 dəqiqədən sonra hərəkəti davam etdirib. İddiaya əsasən sürücü sərnişinə qarşı hədələyici ifadələrdə səsləndirib. Hadisənin avtobusun daxili müşahidə kameraları tərəfindən qeydə alındığı bildirilir. Məsələ ilə bağlı Bakubas MMC-yə sorğu ünvanladıq. Şirkət tərəfindən bildirilib ki, fakt araşdırılır. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.